Hazırda Şıxovda işlərimizin demək olar 60%-i geridə qalıb. Demək olar 90%-nin penapleksi vurulub. Bu tərəf vurulub, qabaq tərəf vurulub, yan tərəfin yuxarı hissəsi qalıb, qabaq tərəfində yuxarı hissəsi qalıb. Hamısı kadrlarda var. Demək ki, indi hazırda astar qatı işlənir. Dərziband astar qatı və indi üzərindən probka tətbiq olunacaq. Bəzi texnologiyalar var ki, o texnologiyalar hər yerdə keçərli deyil. Biz hər zaman sizə məlumat vermişik ki, bizim tərəfimizdən işləndikdə bəzi texnologiyalar var ki, onlar dəyişdirilməlidir. Səbəb budur ki, probkaların 90%-i setkanın üzərindən vurulmalıdır. Çünki divarı saxlayan setkadır. Əgər divarı saxlamırsa setka, bunu nəyə görə vurursunuz bura? Çartlayıb partlamağa görə düzdür, ola bilər. Amma bu boyda divarı saxlayan məhz belə deyərdim 50% yükü də probka üzərinə götürür. Ona görə də probkaların müəyyən hissəsini, müəyyən deməzdə lap 90%-ni deyərdim. Çünki hadisələrə maksimum hazırlaşmaq lazımdır. Setkanın üzərindən vurmaq lazımdır.